özəlləşdirmə çeklərini satmayıb 29 ildir ümidlə saxlayan bacılar və qardaşlara, deputatlara və xalqımızın bütün qeyrətli oğullarına və qızlarına müraciəti təqdim edirəm. Dostlar, tezliklə ali məhkəmə olacaq. Bəs biz nə etməliyik? Xahiş edirik, diqqətlə qulaq asın və paylaşın. Rəy yerində öz fikirlərinizi və öz sözlərinizi yazın. Hüquqşünas və iqtisadçı alimlərin dediyi kimi, qanunla hər özəlləşdirmə payı maddi dəyəri olan əmlak payına bağlıdır və qanunla inflyasiyadan qorunan olduğundan bugün üçün ən azı 40.000 manat dəyərində səhm payı düşür. Mülkiyyət hüququ olan özəlləşdirmə payları verilən zaman qüvvədə olan qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi ancaq özəlləşdirmə çekləri ilə aparılmalıdır. Qanunla qoyulmuş bu qayda və hüquq sonradan konstitusiyaya zidd olaraq dəyişdirilə bilməz. Dostlar, bilin ki, qanunla gec və ya tez ancaq sokar özəlləşdirilərsə, onun səhmlərinin 65%-nin dəyəri çeklərlə əvəzlənməlidir. Vətəndaşlarda qalan 1.500.000 özəlləşdirmə payının hər birinə qanunla ən azı 40.000 manat dəyərində səhm payı düşür. Azərbaycan İnvestisiya Holdingində özəlləşdirməyə açıq olan onlarla belə dövlət əmlakları var. Bundan başqa xarici və yerli şirkətlərə icarəyə verilmiş dövlət əmlakları da gələcəkdə özəlləşdiriləcək. Yəni, hüquqşünas alimlərin də dediyi kimi, dövlət qanunla zəmanət verdiyi özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan maddi ekvivalent dəyəri bugün dövlət komissiyası yaradılaraq hesablanarsa, bəlkə də 100.000 manat olar. Qanunla əgər özəlləşdirmə çekləri dövlət tərəfindən qanunverici ilə dövrədən çıxarılmayıbsa, özəlləşdirmənin çeklərsiz aparılması xalqa qarşı cinayətdir. Qanunla özəlləşdirmə payının pul və ya dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri formasında verilməsindən asılı olmayaraq, özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşlar, dövlət investisiya fondları yaradılanda öz paylarını bu fonda qoyaraq hər il dividend almalı idi. Hətta mərhum prezident Heydər Əliyev 1996-cı ildə öz çıxışlarında xalqımıza söz verdi və vəd etdi ki, 5, 10, 15, 20 il keçsə də hər bir vətəndaş öz əmlak payını almalıdır. Çünki bu ata-babalarımızın qanı, canı və bizim əziyyətimiz hesabına qurulmuş dövlətdən düşən miras mülkiyyət payıdır. Bu mülkiyyət hüququ Heydər Əliyevin və dövlətin həmin dövrdə qəbul etdiyi qanunlarda 450 nömrəli fərmanla təsdiq olunmuş özəlləşdirmə payları barədə əsasnamədə və konstitusiyada öz əksini tapıb. Bildiyiniz kimi, dövlət özəlləşdirmə çekləri qanunla verilib. Mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu açıq-aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Bildiyiniz kimi 700 adamın iddiası və 3500 adamın 3-cü şəxs kimi iştirak etdiyi məhkəmə işi ali məhkəmədə baxılması üçün göndərilib. Bakı İnzibati və Apellyasiya məhkəmələri qərəzli şəkildə heç bir sənəd və hüquqi fakt olmadan Əmlak Komitəsinin şifahi sözü əsasında 2011-ci ildə özəlləşdirmə çeklərinin dövrədən çıxarıldığını və bu səbəbdən vətəndaşların bir illik kompensasiya tələbi üçün vaxtın keçdiyini yazaraq iddianı qəbul etməyiblər. Bütün xalq bilir ki, bu belə deyildir. Çünki qiymətli kağızların dövrədən çıxarılmasına əvvəllər qanunverici ilə cavabdeh olan ali dövlət orqanlarının, həm qiymətli kağızlar komitəsinin, həm də Maliyyə Nəzarət Palatasının rəsmi sənədlərində 2017-ci ilə qədər özəlləşdirmə çeklərinin dövrədə olduğu, dövrədən çıxarılması qaydaları hələ hazır olmadığı üçün özəlləşdirmə çeklərinin gələcəkdə dövrədən çıxarılacağı barədə hüquqi faktlar öz təsdiqini tapıb və bu sənədlər məhkəməyə də təqdim olunub. Dostlar, çox adam, hətta bəzi hüquqşünaslar dövriyyə, tədavül və tədiyyə nə olduğunu hələ də bilmir. Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilər. Diqqət edin, özəlləşdirmə paylarının, çeklərinin başqa qiymətli kağızlardan üstün sənəd cəhətlərindən biri odur ki, çeklərin dövriyyədə həm tədavül, həm də ödəmə tədiyyə vasitəsi kimi istifadə olunması
birbaşa qanunla tənzimlənib. Diqqət edin, özəlləşdirmə payları, çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni, bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar üçün maraqlı idi. Ancaq çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyə vasitəsi idi. Özəlləşdirmə qanununun icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunur. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. İmperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Mərhum Heydər Əliyev vəfatından sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən oliqarx məmurlar 2004-cü ildə ilk dəfə olaraq qanun qüvvəsində olmayan fərmanla güya özəlləşdirmə çeklərindən istifadə müddətini artırmaq adı ilə ödəmə tədiyə vasitəsi kimi müddət qoydular. Yəni, dövlət cinayəti edilərək özəlləşdirmə payı olaraq mülkiyyət hüququnu təsdiq edən və dövlət investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi qanunla qorunan bir qayda konstitusiyaya tam zidd olaraq 2004-cü ildə 75 nömrəli fərmanla məhdudlaşdırılaraq sonradan ləğv olundu. Bu isə konstitusiya qanunlarının və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Burada xüsusi bir qeyd də edim ki, vətəndaşların, deputatların və məhkəmənin bilməsi vacib olan iki şey var. 1. Konstitusiya və qanunla mülki məcəllədə maddə 153.3 əmlakın fiziki və hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının dövlət və ya bələdiyyələrinin mülkiyyətində olmasından asılı olmayaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Eyni zamanda, bu ikinci bənddir, eyni zamanda konstitusiyaya əsasən heç bir fərman mülkiyyət hüququndan istifadəni, yəni qanunla dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərindən bütün özəlləşdirmə dövründə tədiyə ödəmə vasitəsi kimi istifadəsini dayandıra bilməz. 15 ildir ki, özəlləşdirmə qeyri-qanuni şəkildə aparılır. Çünki bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə özəlləşdirmə çekləri ödəmə vasitəsi hesab olunur. Əziz dostlar, əsas məsələ odur ki, tədavül və tədiyə vasitəsi kimi özəlləşdirmə çeklərinin istifadəsi zamanında, istifadəsi fərmanla da olsa, başa çatandan sonra qanunların, konstitusiyanın və mülki məcəllənin qoyduğu qaydalara uyğun olaraq bu çeklər qiymətli kağız kimi kompensasiya ödənilərək dövriyyədən çıxarılmalı idi. Bütün məhkəmələrdə vəkillər hüquqi faktlarla qanunla qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan ali dövlət orqanlarının rəsmi sənədlərinə əsaslanaraq çeklərin hələ də dövriyədə olduğunu təsdiq etdilər. Buna baxmayaraq, hakimlər ədalətsizlik edərək öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirmədilər. Onlar Əmlak Komitəsi nümayəndəsinin heç bir rəsmi sənədə əsaslanmadan şifahi sözü ilə deyilmiş bir yalana hüquqi qüvvə verməyə çalışırlar. Ən əsası isə məhkəmələrin köməyi ilə oliqarx məmurları öz cinayətlərini cənab prezidentin üstünə atmaq istəyirlər. Məhkəmədə Əmlak Komitəsi nümayəndələri çekləri prezident dövriyyədən çıxarıb deyirlər. Cənab prezident öz fərmanında 2011-ci il 1 yanvara qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır yazmayıb. O açıq aydın qanunvericiliklə dövriyyədən çıxarılır yazıb. Hakimlər qanunvericiliyi saymayaraq fərmanı xaincəsinə öz istədikləri kimi, yəni çekləri prezident dövriyyədən çıxarıb kimi yozması
heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş yalan əsasında çıxartdığı qərar açıq aydın cənab prezidentə və xalqa qarşı düşmənçilikdir. Bu, prezidentin adına şərəf və ləyaqətinə ləkə salmaq istəyən oliqarx məmurların dövlət xəyanətidir. Bu, oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illərdir xalqın onlara qarşı olan nifrətini, söyüş və qarğışlarını cənab prezidentin üzərinə yönəltsinlər. Biz müzəffər Ali Başkomandan kimi cənab prezidenti sevdiyimiz və inandığımız üçün belə fikirləşirik. Ümid edirik ki, ali məhkəmədə qeyrətli və vicdanlı hakimlər var və onlar ədaləti bərpa edəcək və bu qanunsuzluğu aradan qaldıracaq. Cənab prezidentə düzgün məlumat veriləcək. Dostlar, ali məhkəmədə indi deyəcəyim suallara rəsmi cavab olmadan qərar qəbul edərsə, bu artıq həm cənab prezidentə, həm də xalqa qarşı cinayətdir. Bu, Azərbaycan tarixində ən böyük dövlət cinayət kimi yadda qalacaq. Heç bir məhkəmə iki ali dövlət orqanından suallara aydın cavab almadan şifahi sözlə qərar qəbul edə bilməz. Bu, cinayətdir. Əmlak məsələləri dövlət xidməti məhkəmələrdə vermiş, lakin cavabsız qalan bu iki sualın cavabını mütləq verməlidir. 1. Dövlət özəlləşdirmə çeklərinin emitenti kimi əmlak məsələləri dövlət komitəsi tərəfindən özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarılması üçün qanunvericiliklə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankına və ya əvvəllər buna səlahiyyətli olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsinə yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasına rəsmi müraciət edibmi və nə vaxt edilib? İkincisi, əgər özəlləşdirmə çekləri dövrədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyasının miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? Bütün vətəndaşlar gözəl bilir ki, bunların heç biri olmayıb. Bu səbəbdən də Əmlak Komitəsi nümayəndələri məhkəmələrdə bu suallara cavab verməkdən imtina etdilər. Biz məhkəmələrdə təsdiq edirik ki, özəlləşdirmə çekləri prezidentin öz fərmanında yazdığı kimi qanunvericiliklə dövriyədən hələ də çıxarılmayıb. Eyni zamanda məhkəmələrdən xahiş və tələb edildi ki, əgər vəkillərin sizə təqdim etdiyi iki ali dövlət orqanının rəsmi sənədlərinə inanmayırsınızsa, qiymətli kağızların dövrədən çıxarılmasına dair dövlət adından nəzarət edən və qaydalarını hazırlayan Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq Mərkəzi Bankdan bu 7 suala cavab aldıqdan sonra qərar verin. Birinci sual. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya əvvəllər buna səlahiyyətli və cavabdeh olan Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət özəlləşdirmə çekləri dövriyədən çıxarıldı mı? İkinci, əgər dövriyədən çıxarılıbsa, bu hansı tarixdə, hansı normativ hüquqi akta, normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirildi? 3. Əgər dövriyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? 4. Azərbaycan Respublikası Mərkəzi Bankının arxivində qiymətli kağızların dövlət reyestrində dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarılması barədə müvafiq qeydlər mövcuddurmu? 5. Əgər dövrədən çıxarılıbsa, dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən 7 iş günü müddətində rəsmi məlumat kütləvi informasiya vasitələrində dərc olunubmu? 6. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya əvvəllər buna səlahiyyətli və cavabdeh olan Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızlar Komitəsi yaxud Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qanunvericiliyə uyğun olaraq hazırlanmalı olan dövlət özəlləşdirmə çeklərinin dövriyədən çıxarılması qaydaları mövcuddurmu? 7. Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər özəlləşdirmə çekləri dövriyədən çıxarılıbsa, bu zaman hər özəlləşdirmə çekinə düşən kompensasiyanın miqdarı nominal olaraq neçə manat qoyulmuşdur? Dostlar, paylaşın ki, hamı bilsin. Beləliklə, haqqı və ədaləti bərpa edək. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət edin. Bu suallara cavabı məhkəmələr Əmlak Komitəsindən və Mərkəzi Bankdan mütləq tələb etməli idi. Ancaq qanunsuzluq edərək etmədilər. Dostlar,
Bugün nə etmək lazımdır? Siz hərəkət etməsəz, öz-özünüzə kömək etməsəz, deputatlara müraciətlər etməsəz, bu oliqarx məmurlar sizin haqqınızı yiyəcəklər. Öz deputatlarınızdan xahiş edin, bu cinayətə göz yummasınlar, sizə və xalqa dəstək olsunlar. Xahiş edin, öz borclarını ləyaqətlə yerinə yetirsinlər. Cənab Prezidentin adına ləkə salmaq istəyənləri, xalqın prezidentə olan sevgisini nifrətə çevirmək istəyənləri ifşa etsinlər. Cənab Prezidentə düzgün məlumatı çatdırmağa yardım etsinlər. Biz inanırıq ki, Prezident heç vaxt atasının xalqa vədini, konstitusiya və qanunları pozmaz. Çünki bu, xalqa və dövlətçiliyimizə qarşı cinayətdir. Bu işi ancaq Prezidentin etibarından sui istifadə edən məmurlar edə bilər. Əgər ali məhkəmədə ədalətsizlik edərsə, vətəndaş olaraq hamı Avropa məhkəməsinə şikayət etmək məcburiyyətində qalacaq. Dostlar, çox maraqlıdır ki, əvvəllər hamı Kərəm Həsənovu söyürdü. Ancaq özəlləşdirmə çekləri qrupunun ağsaqqalları 15 aprel 2025-ci ildə prezident aparatında onun qəbulunda olanda o açıq aydın bir mesaj verərək vətəndaşların qanunla bağlı, qanunla haqlı olduğunu izahını vermişdir. Demişdir ki, əgər özəlləşdirmə çekləri qanunvericiliklə dövrədən çıxarılmış olsaydı, o zaman bu çeklər 100 minlərlə insanın evində sağ-salamat qalmazdı. O demişdir ki, dövrədən çıxarılan qiymətli kağızlar qanunla mütləq şəkildə məhv edilməli idi. Eyni zamanda, əgər çeklər qanunvericiliklə dövrədən çıxarılsaydı, heç olmasa bu vaxta qədər bir-iki vətəndaş kompensasiya almış olardı. Gec də olsa, Kərəm müəllim sağ olsun, vətəndaşların tərəfində olduğunu deməyə çalışıb. Ancaq maraqlı bir olan odur ki, bəs o kimdən qorxur ki, bu cinayət barədə nə cənab prezidentə, nə də xalqa bu həqiqətləri açıb deyə bilmir? Dostlar, qədim kitablarda yazırlar ki, eyni vaxtda 40 adam tam ürəkdən 40 gün eyni duanı edərsə, bu hadisə mütləq baş tutur. Ancaq sizdən xahiş edirik, qarğış duası yox. Gəlin hələlik alqış və kömək duası edək. Qoy cənab prezident özəlləşdirmə çekləri barədə olan haqsızlıqlardan tam xəbər tutmasına Allah özü kömək olsun. Dostlar, məsələ tək dualıq da deyil. Hər birimiz aktiv olmalıyıq. Deputatlarımızın ürəkli, qeyrətli, ədalətli olmağını arzu edək. Ancaq mütləq hər birimiz aktiv şəkildə öz deputatından Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət etməsini və cənab prezidentə xəbərin çatmasından yardımcı olmamasını, Milli Məclisdə bu barədə müzakirələrə başlamalarını xahiş və tələb edək. Bu videonu da ona təqdim edin. Sizdən hərəkət, Allahdan bərəkət. Paylaşın və deputatlarınıza müraciət edin, dostlar. Hər bir deputatın ailəsində, dostları və qohumları arasında dövlətə, qanunlarımıza və Ulu Öndər Heydər Əliyevə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlayanlar var. Ancaq deputatlar siz onlara müraciət etməyincə bu barədə danışmağa qorxurlar. Bəziləri isə hüququ, qanunları və konstitusiyanı bilmədikləri üçün susurlar. Dostlar, Facebookda özəlləşdirmə çekləri qrupundakı və YouTube'dakı özəlləşdirmə kanalında olan bütün məlumatları onlara çatdırmağa çalışın. Öz ürək sözlərinizlə müraciət edin. Xalqına qarşı olan bu cinayətə biraz qalmış əmlak payı haqqına göz yuman deputat ancaq bu xalqın düşmanı ola bilər. Allah böyükdür. Facebookda özəlləşdirmə çekləri qrupunda və başqa qruplarda paylaşın. Hamı paylaşsın. Çünki hər paylaşanda 100 adam görür. İnanırıq ki, siyasi mövqeyindən asılı olmayaraq, xalqını sevən qeyrətli insanlar bizə kömək edəcək. Hər biriniz öz müraciətinizi video kimi çəkib paylaşın. Ümid edirik ki, hamı əziyyət çəksə, səy göstərsə, tezliklə prezidentə düzgün məlumat çatacaq. Bu haqq işində əziyyətli olan hər birinizi, ailənizi və sevdiklərinizi Allah xoşbəxt eləsin. Qanuna və dövlətə inanaraq özəlləşdirmə çeklərini satmayı ümidlə saxlanırlar. Allah köməyiniz olsun. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.